insanlar qanunsuz məhkəmə qərarı olmadan illərlə həbsxanalarda saxlanılır. Yaraşarmı inkişaf etmiş ölkə? Mən Salmanov Eyyub Salmanoğlu, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edirəm. Hörmətli Prezident, məni bir qrup məmur, cinayətkar bandası, məhkəmənin qərarı olmadan zor güclə 5 il əsir saxlayıblar, 14 saat cəza çəkmə müəssisəsində. Bu quldur dəstəsinin başçısı, banda başçısı Arif Zahidov, sabiq Qaradağ rayon polis idarəsinin müstəntiqi, Əlbirolov Qaradağ rayon Qızıldaş qəsəbəsində 14 saat cəza çəkmə müəssisəsinin sabiq rəisi Əlşad Həsənovla, onun zampaleti Natiq Hacıyevlə və Təfsirxana müdürü Ələddin Hacıyevlə, daha sonra Qaradağ rayon məhkəməsinin sabiq katibi Samir Abdullayev cinayət əlavəsinə girərək cinayətkar banda yaratmışlar. Yaraşırmı bu dövlət məmuruna? Qudurqanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Bu bandaya yenə təkrar verir, mən sözümü sabiq müstəntiq Arif Zahidov başçılıq edir. Çox maraqlı cənab prezident. Bunların törətləri ağır cinayətlər məlumdur, ünvanları məlumdur, telefonları məlumdur, iş yerləri məlumdur. Niyə bunlar dərhal qeyri-şərtsiz həbs olunmadılar? Hansı ki bunlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin adamı olduğu, məhkəmə hakimlərinin səlahiyyətini mənimsəmək, bilə-bilə qanunsuz həbsə almaq və ya həbsə saxlamaq, sui-qəsdə cəhd, vəzifə saxtakarlığı, daha bütün belə demək olur ki, ən ağır çirkin maddələrlə bunlar dərhal həbs olunmalıdırlar. Amma ki, reallıqda nədir cənab prezident? Reallıqda mənə götür zəng edirlər. Gah, alo, hə, Eyüp ki, bəli. Şimdi, baş polis idarəsindən mən əməliyyatçıyam. Əməliyyatçı Məhərrəm müəllimdir, ya Fərid müəllimdir, lap yaxşı. Nə məsələ, nə olur? Biz sizlə bir görüşə, söhbət edək. Hansı bir çayçıda da çay içək. Bu keçdi. Daha sonra görsün, mənə yeni zəng olur. Bu nədir, MTN-dən əməliyyatçıyam mən. Bir görüşə, çayçı söhbət edək. Keçdi. Ədliyyə Nazirliyinə mən. Gəl bir görüşək, çayçı söhbət edək. Nə bilim, filandanam, nə bilim, baş prokurorluqdanam. Mən başa hükümdə nə yapacağım? Mənim prokurorda nə işim var? Mənim Ədliyyə Nazirliyində nə işim var? Mənim o baş polis idarəsində nə işim var? Və bunların mənlə nə işi ola bilər? Bunlar bir nömrə vəzifə borcu, bunları ki, cinayətkarları təqib edib itham etmək. Cinayətkarlar qalıb bir kənarda, mənim ailəmi görsən ki, şantaj edir, xox edirlər. Ailəyə səni məhv edərik, səni belə məhv edərik. Və mən yaxşı bir də çox gözəl bir cənab prezident. Bunların məqsədin birdir. Hamısının eyni məqsədlər bunların. Məni görüşə təyin edib, ora aparmaq, orada oğlu mənə fiziki məhv etmək istəyir ki, öz ağır cinayətlərin öz basır etmək üçün. Və görürsən ki, məni yenə Cinayət Məcəlləsinin təqib etmə 109-cu maddəsinə əsasən görürsən ki, insanı heç bir əsas olub təqib edirlər, təhdid edirlər. Və ya Cinayət Məcəlləsinin 110-cu maddəsinə uyğun əsasına görürsən ki, insanları zor güclə yoxa çıxarmaq. Bəli, zor güclə məni aparıb, polisə də onları bütün bunu Azərbaycan bilir, Avropa bilir, bunu hamısı bilir. Buna gizlətmək bir şey, mən bunu açıq deyirəm. Qorxmuram, Allahdan başqa heç mən qorxmuram. Açıq deyirəm mən bunu. Bəli, polisə öz adamları gəlir ki, bu kişidir. Mənə şafalar vurdu, məni söydü, ya polis gəlir ki, palomu söktü, nə bilim, belə oldu, nə bilim, belə oldu. Üzrə durub məni şərləyib, özümə də gizli mənim görsən ki, nömrə ilə yazırlar internet səhifəmə ki, kişi var səni şərləyib, belə polisə aparıb, cebindən narkotik çıxaracaq, ya səni ki, polisə müqavimətlə bir 5 il 10 il səni qanuni həbsə ala, onda görə nə inəcəksən? Baxın, görün bu, üzr istəyirəm, bu inkişaf etmiş ölkədə, ölkənin multikulturalizmi olan ölkədə, üzr istəyirəm, bu nə deməkdir? Mən dərdimi kimə deməliyəm? Mən hara müraciət etməliyəm? Əlbəttə ki, bizim dövlət başçı cənab İlham Əliyevdir. İlham Əliyev bizim dövlət başçımız hər bir Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının bir nömrəli qarantıdır. Bir nömrəli qarantıdır ki, bəli, o məmurları təyin edir, o da məmurları işdən çıxarıb həbs edə bilər. Mən kiməm ki, heç kim, bəli. Ancaq realası nədir? Mən bütün hüquq mühafizə orqanlarına müraciət etmişəm.
adları sayılır, baş prokurorluğudur, Ali məhkəmədir, Konstitusiya məhkəməsidir, Korrupsiya şöbəsidir, nə bilim, aparat ombudsmana, hətta aparat ombudsmana görün məni nədir, cənab prezident. Ay kişi, bilirsən, sən şükür elə Allaha ki, sağ-salamat tutarmısan. Hə, gez məsciddə nəzir niyaz paylar. Sənin bu şikayət verdiyin bizim səlahiyyətdə deyil. Məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Axı insanam mən. Mən adamam, Azərbaycan vətəndaşım. Mən iki oğlum döyüş bölgəsində can qoyub xidmət ediblər. Mənə o döyüş bölgəsində oğlanların olduğu müddətdə bəzi bu məmurlar sui-istifadə edib vəzifəsində mənim başıma itin oyunu nasıblar. Harada gedirəm, baxan yoxdur. Mən hər birindən bu cinayətkar band üzvlərinin yuxarıda adları hallanan əməkdaşların hər birindən ayrılıqda 200 min manat təzminat tələb edirəm. Mənə qarşı vurulmuş maddi mənəvi ziyana görə zarafat kəndini 5 il əsir saxlamaq insanı ələ salmaq, xox etmək, nə bilim, sui-qəsd verən, psixoloji təqiblər, çirkin əməllər baxın mənim başıma var. Ümumi məbləğ bu hamısı eləyir 1 milyon 200 min manat. Sizdən cənab prezident çox xahiş edərəm ki, bu cinayətkar bandanın həbs olunması üçün dərhal göstəriş verəsiniz və mənim kompensasiya pulunu almağa xahiş edirəm sizdən. Çox kömək edəsin mənə. Diqqətinizə görə çox sağ olun. Minnətdaram.